Salam dəyərli müdavimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bildiyiniz kimi MİQ imtahanına sayılı günlər qalıb, o səbəbdən kurs olaraq sizlərə dəstək olmağa davam edirik. Bizim WhatsApp ödənişsiz kanalımız var. Əsasən də son günlər həmin kanalda paylaşımlar, konspektlər, ümumiyyətlə video izahlar, fərq etməz. Hər bir sizə lazım olan materiallar paylaşılır. O WhatsApp kanalımızda kimlər ki yoxdur hələ də, bu rəy bölməsində yuxarıda sancmış olacağım. Ödənişsiz WhatsApp kanallarımızı mütləq son günlərdə həmin kanallardan yararlanın ki, imtahanda bəhrəsini görəsiniz. Sual 1. Cümlələrdən biri quruluşca mürəkkəb deyil. Baxaq. Dedi qoca, anlamadı uşaqlar, hər xəbərin öz mübtədası varsa cümləmiz mürəkkəbdir. Batır günəş, qərq olur ətraf, bu da mürəkkəbdir. Payızın əsrarəngiz görüntüsü zövq verir. Payızın əsrarəngiz görüntüsü, şəkil çəkdirirlər insanlar. Bunlar da hər xəbərin öz mübtədası var deyə mürəkkəb. Sən böyükləri dinlə. Dinlə sən, məsləhət verər onlar, bu da mürəkkəbdir. Cavabımız olacaq B variantı. Çünki dərsi izah edəndə müəllimdir. Aydın formada başa salan da yenə müəllimdir. Ona görə bu cümlə sadə sayılır. Cavabımız olacaq B variantı. Sual 2 ilə davam edək. Hansı fikirlər doğrudur? Baxaq, yağmaq sözü yağıntı və yağmur sözləri ilə eyni köklüdür. Baxıram, eyni köklü ola bilməz, çünki yağmaq sözü sadədir. Bu səhvdir. Birlər çıxdı 7. Yaşlanmaq sözü amonim kimi işlənə bilər. Əslində bu düzdür. Məsələn, biri var, mən yaşlanıram, qocalmaq mənasında. Bir də var ki, yaşlanmaq, yəni nəmlənmək mənasında. Doğrudur. Bir də 4-ə baxıram. Toxundu sözü amonim kimi işlənə bilər. Bəli, istər qardaşım mənə toxundu, istərsə də bu, məsələn, əlcək toxundu kimsə tərəfindən. Yəni, toxunulub da, belə deyək. 2 və 4 cavabımızdır. Eləsi var, 3-ü seçib. Dişlədin sözü sadə və düzəltmə söz kimi işlənə bilər. Dişlədin sözü və yaxud da nəyisə dişlətin mənasında olanda hər iki mənada diş sözün kökü lə leksik olur deyə bu söz bütün məqamlarda düzəltmə sayılır. Cavabımız 2-də olacaq C variantı. Uşağın səsini eşidən ananın həyəcanlı baxışları onu çox qorxutdu. Deməli, cümləsinin təhlilini istəyirlər. Nə etdi, qorxutdu? Nə? Ananın həyəcanlı baxışları. Hansı ananın uşağın səsini eşidən təyin? Kimi onu nə qədər çox zərflik? Cavabımız olacaq D variantı. Sual 4. Cümlələrin birində yönlü halda işlənən söz yer zərfliyi vəzifəsindədir. Variantımız olacaq burada Y variantı. Bax, sizə, bizə, onlara tipli sözlər həm tamamlıq olar, həm də zərfli olar. Əgər məzmun cəhətdən məkan anlayışı görürsənsə, o zərflidir. Haraya gəlim sizə? Bir var, deyirəm ki, sizə baxıram. Deyirsən ki, kimə baxırsan, sizə baxıram, kimə baxıram. Bu zaman tamamlıqdır. Çünki kimi suala cavab verir. Bir də var, deyirəm ki, sizə gedirəm, sizdən gəlirəm. Bu tiplər artıq əlbəttə ki, məkan məzmunlu olur deyə zərfli sayılmış olur. Kimə, bizə bu tamamlıqdır. Evə gedən yolda. Bu yönlü hal deyil. Dünyaya heç etibar yoxdur. Burada artıq mən yer funksiyasında görən bir yəli hallı ifadə görmürəm. Yaya qədər bütün işləri qurtarmalıyıq. Burada da mən yer zərfli axtaram deyə olmaz. Cavabımız olacaq Y variantı. 5. Hansı sıradakı bütün sözlər hallandıqda səs düşümü baş verir? Cavabımız olacaq burada A variantı. Hallandıqda səs düşümü olsun. Yəni, birinci cədvəldən söhbət gedir. Məsələn, çiyin sözü, könül sözü, beyin, alın yalnız mənsubiyyətdə saitin düşürür. Qayın, ağız sözü, qarın, burun sözü, boyun, qarın sözü, bunlar yalnız mənsubiyyətdə düşüm istəyən sözlərdən sayılır. Cavabımız olacaq A variantı. Əgər izahlar yararlı olursa bəyənməyi də, paylaşmağı da unutmayaq.